Salam dostlar, necəsiniz? Deməli dostlar, bu mənim ilk YouTube videomdur, vlogumdur. Paylaşım heç vaxt etməmişəm, amma artıq etməyə başlayacağam. Əgər tutsa, videoları tutmasa davam etməyəcəm. Deməli bu gün universitetə gedirəm. Saat burada 6:35-dir. Su içdim, bana yedim. Səhər tezdən belə daha yaxşıdır. İndi isə çox uzun video çəkməmişəm çünki çəkim qaydalarını tam bilmirəm. İnşallah ki öyrənəcəm, dəqiqələrini uzadacağam, hər şeyin ən yaxşısını edəcəm. İndi isə gedirəm. Deməli yola çıxmışam, hava çox soyuq idi. Əslində şərf götürməyəcəydim, qayıdıb şərfi evdən götürüb qayıtmışam. Gəldim, Manatlıqdan gəldim. Orada video çəkmədim. Düşdüm yanvarda, bizim universitetin yanvardadır. Ayaqla gedirəm. Deməli dostlar, bugün 2 dərsim var. Burada universitetimizdir, Bakı Biznes Universitetində oxuyuram, 1-ci kursam. Burada indi yol keçəcəm, gedirəm universitetimiz. Heç kimdə yox idi dərsdə, bir dənə mən idim gələn. Sonradan uşaqlar gəldi, burada qalxıram yuxarıya dərsə. Hələ heç kim yoxdur, otağa gəlirəm. Otaqda da bomboş, birinci mən gəlmişəm. Sonra təzədən qalxıram yuxarıya ki, o bir otağa gedim, o bir dərsə gedim. Burada da ki biraz bekar qalmışam, özümü çəkmişəm. Universitetin bu hamıda olan bir şeydir. Burada da dərsdir, tarix dərsidir. Burada Azərbaycan tarixi ən nifrət etdiyim dərsdir, amma məcburən oxuyuram. Burada da bu mənim mövzumdur, bunu öyrənməliyəm. Burada da yenə tarix dərsidir, ikinci tarix dərsidir. Bugünkü dərsim oldu. Bu qədər dostlar, sağ olun.